Mən fəxr edirəm ki, mən Azərbaycanlıyam. Kunozi MKS, POSKS Azərbaycanız. Biz ancaq bazarda meyvə satmırıq. Biznesdən məşğul olanlar çoxdur burada. Azərbaycandan bura gələndə bizim həmvətənlərin o xoşlarına gəlir. Təbiət, millət, təmizlik, sadəlik. Hər vaxtınız xeyir, hörmətli APA-TV izləyiciləri. Yerində proqramında bugünkü qonağımız Latviyada yaşayan və orada deputat kimi fəaliyyət göstərən həmyerlimiz Amil Səlimovdur. Xoş gördük Amil bəy. Salam əleyküm, hər vaxtınız xeyir olsun. Necəsiniz? Əziz tamaşaçılar. İşlər necə gedir? Sağ olun, hər şey yaxşıdır. Yaxşıdır, hər şey şükür Allaha yaxşıdır, işləyirik. İnşallah daha yaxşı olacaq. Əvvəlcə bilmək istərdik ki, əslən hardansınız və Latviyaya necə gəlmisiniz? Dünyaya mən ümumiyyətlə Latviya, Riga şəhərində gəlmişəm. Sovet dövründə 80-ci illərdə mənim atamı göndəriblər Latviyaya əskərliyə. Yəni o vaxtlardan atam elə bil ki, vurulub bu şəhərə, bu ölkəyə və əskərlikdən sonra düşündü ki, qalacaq və yaşayacaq burada. Ailəni qurdu Azərbaycanda və sonra mənim anamla gəldilər Latviyaya. 85-ci ildə də mən dünyaya gəlmişəm, 87-ci ildə də Rigada mənim bacım dünyaya gəlib. Bir Azərbaycanlı kimi Latviyada siyasətə daxil olmaq çətin oldumu? Yəni necə oldu ki, deputat seçildiniz? Yol həqiqətən də bu parlamentə qədər deputat səviyyəyə çıxmağa qədər çoxlu işlər görülüb. 2020-ci ildən biz peşəkar elə bil ki, siyasi fəaliyyəti göstəririk. 21-ci ildə öz yeni siyasi partiyanı qeydiyyatdan keçirdik və 22-ci ildə isə parlament seçkilərdə biz ümumiyyətlə 11 yer parlamentdə götürdük. Yəni Latviyanın yeri milləti bizə necə baxırlar? Yəni bilirsiniz, Sovet dövründə belə bir stereotip yaranıb. Ümumiyyətlə Latviyada yox, bütün çox ölkələrdə ki, bizimkilər elə bil ki, Azərbaycanlı millət olaraq biznesmendir, meyvə biznesinə baxan, bu meyvə bazalar falan o tərəfdən, yəni belə bizi görürlər. Çünki məsəl üçün mən yadımdadır ki, uşaqlıq vaxtında biz anamla məsəl üçün mərkəzi bazara gedəndə orada çoxsu elə bil ki, bu bizim həmvətənlərimiz idi. İminlə alış-verişdə bu işə baxanlar. Və mən isə, mənim məqsədim o idi ki, göstərmək bu yerli millətə, Latviyaya ümumiyyətlə ki, biz ancaq bazarda meyvə satmırıq. Yəni biz bacarılıqlı, savadlı və elə bir millətik işdək, hansı ki, çoxlu və xeyir göstərə bilər biz yaşadığımız ölkədə. Yəni hardasa bir 3-4 il olar ki, mən hər gün elə bil ki, bu ictimai işlə məşğul idim. Layihələr həyata keçirdirdik, bu ictimai layihələr, millətə dəstək göstərirdik, hüquqi dəstək, yəni məsəl üçün hansısa belə də sosial kömək, yəni belə işləyə biz elə bil ki, bizim partiyamız, o cümlədən də mən, millətdən elə bil ki, etibarlığı qazandıq. Yəni bizim bu parlamentdə indi olmağımız onun sübutudur. Mənim şəxsi siyasi fəaliyyətimlə bağlı parlamentdə. Bu bir nümunə kimi sizə deyə bilərəm. Bu yaxınlarda məsəl üçün Ermənistan elan elədi ki, Avropa tərəfə, Avropa Şurasının istiqamətində işləyirlər və Avropa Şurasına üzv olmaqların fikri var. Və bizim parlament ümumiyyətlə bu addımı dəstəklədi. Mən də isə bu xəbəri elan eləyəndən sonra mən həmən dəqiqə parlamentdə çıxdım tribuna özüm və öz şəxsi fikrimi bildirdim bu haqda. Tā skaitā arī par Armēnijas iestāšanos Eiropas Savienībā.
Gribēju jums atgādināt, ka 30 gadi pēc kārtas Azerbaidžānas teritorijas bija okupētas ar armēņu karaspēkiem. Un vienkārši aizvērt acis uz to, ka tās zemes bija okupētas un nepievērst tam uzmanību, tikai dēļ tā, ka Armēnija gribas iestāties uz Eiropas Savienību, tas nebūs korekti. Ja? Yani mən dedim ki, biz etiraz etdik onların Avropa Şurasına üzv olmaqla, amma ki onlar öz buraxdığı səhvlərin cavabını verməlidirlər. Yəni 30 ildən çoxdur Azərbaycan torpaqları işğal altındaydı və dağıdıblar o şəhərləri, kəndləri məsəl üçün və ona beynəlxalq məhkəmədə onlar cavablarını verməlidirlər. Yəni bu belə, yəni nəsə Azərbaycana ya da ki toxunanda və əlbəttə ki mən həmişə çıxıram tribunaya və Azərbaycana tərəfini saxlayıram. Azərbaycan və Latviya arasındakı münasibətlər barədə nə düşünürsünüz? Hər iki ölkə arasında əlaqələrin inkişafı üçün hansı sahələrdə daha çox iş görülməlidir? Bizim münasibətlərimiz yaxşıdır. Mən qiymətləndirə bilərəm ki, o perspektiv və potensial inkişafa çoxdur. Azərbaycana ümumiyyətlə çoxlu tələbələr gəlir burada ali təhsil almağa. Texnik, yəni Ruski Texniki Universitet var, Latviya Universiteti var. Tək Azərbaycandan Latviyaya yox, Latviyadan da Azərbaycana. Yəni bu Erasmus proqramları olsun, digər proqramlar ola bilər. Yəni təhsili mütləq inkişaf etdirmək lazımdır. Bu birinci istiqamətdir. Sonra iş qüvvəsi. Məsəl üçün biz Avropa Şurasının üzvüyük və Avropanın bazarı açıqdır. Yəni bizim buradan yeri Latviyanın elə bil ki vətəndaşları, qeyri vətəndaşları, onlar gedirlər, görürlər ki, məsəl üçün burada maaş biraz aşağıdır, nəinki məsəl üçün Almaniyada ya da ki Fransaya. Heç bir yəni onlar üçün çətinlik yoxdur, otururlar avtobusa və yaxud təyyarəyə gedirlər, yəni daha belə inkişaf eləmiş ölkələrə işləməyə. Amma ki biz məsəl üçün Azərbaycan üçün bu iş yerləri yarada bilərik burada. Yəni bu tikinti üzrə ola bilər, fərqi yoxdur, istehsal açmaq məsəl üçün. Bu ikinci istiqamətdir. Üçüncü, bu biznes məsələlər. Məsəl üçün biz Azərbaycan investorlar üçün belə bir ki meydan yarada bilərik ki, Azərbaycandan investor gələ bilər, burada bir istehsal yarada bilər. Yəni fərq etmir. Yəni bu bir istiqamətdə. Biz hazırıq kömək eləməyə, dəstək göstərməyə və buradan da məsəl üçün Azərbaycanda eyni məhsulları fərqi yoxdur. Məsəl üçün meyvə suyu sokları ola bilər. Azərbaycanda istehsal olunan mallar məsəl üçün onun bir qiyməti var. Amma ki burada Avropada ümumiyyətlə həmən investor eyni biznesi burada da qura bilər və Avropa Şurasında istehsal olunmuş produktların qiyməti və elə bil ki səviyyəsi biraz bir balaca qalxır. Yəni belə bir təkliflərimiz ola bilər və biz də öz tərəfimizdən mən də həmvətənli kimi yəni bu dəstəyi göstərə bilərəm. Yəni bu hüquqi ola bilər dəstək, yəni dövlət səviyyəsində fərqi yoxdur. Yəni bu üç istiqaməti biz mütləq inkişaf eləməliyik və həm də ki bu siyasi istiqaməti də mütləq. Yəni biz bizim parlamentimiz Azərbaycan cənab prezident gördüyü siyasəti tam dəstəkləyir. Növbəti sualım ondan ibarətdir ki, Latviyada Azərbaycan mədəniyyətini tanıtmaq və sevdirmək üçün hansı fəaliyyətləri həyata keçirirsiniz? Mən 2006-cı ildən Latviyadakı Azərbaycanlılar gənclərin təşkilatının sədriyim. Və bu təşkilatın çərçivəsində biz ümumiyyətlə bugünə qədər fəaliyyət göstəririk. Yəni konsert ola bilər, məsəl üçün bu Christmas bazarlarda iştirak etmək, bizim məhsulları təqdim etmək millətə. Yəni ən çox bu bizim mədəniyyəti tanıtmaq o konsertdir. Məsəl üçün bizim milli musiqilərimizi təqdim etmək, konsertdən sonra da bizim milli mətbəxləri göstərmək. Hazırda Latviyada nə qədər Azərbaycanlı yaşayır və daha çox hansı sahələrdə çalışırlar? Mən indi statistikanı açmışam. Bizim bu miqrasiya şöbəsinin statistikası var. Burada elə bil ki, bizim əhalimiz millətlərin əsası ilə bu millətlərin sayı elə bil ki, Latviyada yaşayanların sayı mən sizə açıq deyə bilərəm. Yəni Latviyada
Azərbaycanlı Latviyanın vətəndaşı 659 nəfər burada yaşayır. Qeyri-vətəndaş, yəni burada belə bir status var Latviyada. Yəni bizim 2 pasportumuz var. Biri vətəndaş pasportu, biri qeyri-vətəndaş pasportu. O da eyni pasportdur, amma ki, həmən insanların səs hüququ yoxdur. Yəni onlar 541 nəfərdirlər burada. Sonra isə qalanlar, yəni qalanlar o deməkdir ki, burada məsəl üçün təhsil alanlar ya da ki, Azərbaycan Respublikasının pasportu olaraq onların oturumları məsəl üçün var burada, işləyirlər, təhsil alırlar, fərqi yoxdur. Yəni ümumi 2095 nəfər Azərbaycanlı burada hal-hazırda yaşayır. Biznesdən məşğul olanlar çoxdur burada. Sonra məsəl üçün tikintidə belə, yəni çoxsu biznesdir və tikinti. Latviya Azərbaycanın Avropadakı iqtisadi tərəfdaşları arasında necə bir yer tutmağı hədəfləyir? Bu əməkdaşlıq Azərbaycan üçün hansı yeni imkanlar yaradır? Biz nəzərə alsaq ki, Latviya ümumiyyətlə Avropa Şurasının üzvü kimi balaca və kiçik ölkədir. Bizim əlbəttə ki, potensialın sərhədi var. Yəni, əlbəttə ki, daha məsəl üçün güclü işlər Azərbaycan Respublikası Avropa ölkələri də məsəl üçün Almaniya ilə görə bilər, Fransiya ilə görə bilər və s. Kiçik ölkə olaraq, yəni biz əlimizdən gələni hazırıq görməyə və Azərbaycan Respublikasının ən yaxın dostu olmaq hazırıq Avropada. Azərbaycanın Avropa ilə enerji əməkdaşlığı xüsusən də qaz, neft təchizatı sahəsində daha da güclənə bilərmi? Avropa bazarlarında Azərbaycanın rolunu necə görürsünüz? Enerji bazarı ümumiyyətlə Avropada, dünyada Azərbaycan Respublikasının rolu çox böyükdür. Çünki indi biz görürük ki, geopolitik vəziyyət həqiqətən də dəyişir və indi isə Azərbaycanın potensialı rolu daha qalxır. Biz Latviya ölkəsi olaraq bizim belə bir imkanımız olsaydı, biz əlbəttə ki, qazı Azərbaycanın alardıq və çünki Azərbaycan Latviya üçün etibarlı bir partnyordur. Perspektiv potensial Azərbaycanın əməkdaşlığının Avropa Şurası ilə çox həddindən artıq olduqca böyükdür. Sonda özüm üçün də maraqlı olan bir məsələyə fikir bildirməyinizi istərdim. Latviyanı gəlib görmək üçün hansı səbəblər var? Mən burada yaşayıram. Mənim 39 yaşım var və ömrü boyu buradayım, Latviyadayım. Ona görə mənim üçün çətindir demək ki, burada məsəl üçün bura gələn adam nəyə fikir verir. Və mən sizə deyə bilərəm ki, məsəl üçün, mənim tanışlarım, dostlarım, həmvətənlərim, kim ki Azərbaycandan bura gəlir, yəni, onlar nəyə fikir verirlər? Yəni, sakit ölkədir, təmiz ölkədir, millət çox belə easy going, yəni, kontaktda rahat gedən millətdir burada yaşayan. Sonra buranın təbiəti çox xoşlarına gəlir, Azərbaycandan bura gələndə. Bizim, məsəl üçün, Yurmala tərəfdə sanatoriylər var. Belə, millətin Azərbaycandan bura gələndə bizim həmvətənlərin o xoşlarına gəlir. Təbiət, millət, təmizlik, sadəlik, belə. Müsahibəyə vaxt ayırdığınız üçün təşəkkür edirik. İşləriniz uğurlu olsun. Bahəm, sizə də çox sağ ol, təşəkkür edirəm bu müsahibəyə görə. Uğurlar sizə də işlərinizə. İnşallah gələn görüşlərə qədər. Təşəkkürlər. Bəli, hörmətli tamaşaçılar, xatırladaq ki, bugünkü qonağımız Latviyada yaşayan və orada deputat kimi fəaliyyət göstərən həmyerlimiz Amil Səlimov idi. Sağ olun, salamat qalın.